Salamlar hər kəsə. Hər kəs məndən günlük vlog istədiyi üçün axır ki vlog çəkirəm bu günlük. Yəni bir günlük vloqum. Saat hal-hazırda 9:11-dir. Daha yeni yuxudan durmuşam. Normalda tez dururam. Bu gün niyə gec durmuşam bilmirəm. İlk işim səhər-səhər duran kimi tərəziyə çıxmaqdır. Gəlin sizə də tərəziyi göstərim. 53 kilo 100 qram idim. Sadəcə telefonla çıxmışam deyə artdı. Əslində digər tərəzim var. Sadəcə o artıq çəkir. O biri tərəzim harca 700-800 qram. Ona da çıxıram. Bu tərəziyə də çıxıram. Bu rayonda olan tərəzidir. Anam, atam günün tərəzidir. Yəni onlar burada yük çəkir. Amma mən özüm də çəkirəm. Belə səhər yeməyi yeyək. Və bu gün Gəncəyə getməyi fikirləşirəm. Biraz cehiz alış-veriş eləyəcəm. Belə pendir var, kəsmək var, yəni qarpız da var. Hətta o cür yeməklər deyə bilərəm. Səhər-səhərdə pendir, çörək, elə bir şeymi? Amma mən qarğıdalı gördüm və qarğıdalı yeyirəm. Qarğıdalı yedim. İndi isə ürəyim çay istəyir. Ona görə çay içəcəm. Çay içə-içə gəlin sizə nikahda başıma gələnləri danışım. Bilirsiniz ki biz nikah günü qəza keçirdik. Amma gəl ən başdan danışım sizə. Belə ki mənim müdafiəm var idi. Ayın 25-i, yəni magistr müdafiəm var idi. Ona görə biz qərarlaşdırdıq ki mənim soyadım falan dəyişəcək, sənət işləri falan zad var. Mən magistraturada bunu həll eləməm, gec olacaq. Ona görə qərarlaşdırdıq ki müdafiədən sonraya salaq. İlk öncə analizlər falan verdik may ayında. Daha sonra biz onlayn şəkildə verdik. Çünki mənim nişanlım olan Mirağa Naxçıvanda işləyir. Mən isə Bakıda idim. Beləliklə onlayn şəkildə verdik. Əslində onlayn ərizə verəndə bir həftə qabaqcadan gəlib ərizənizi ikiniz bir yerdə verməlisiniz. Amma o gələ bilmirdi. Çünki məzuniyyət götürə bilmir. 5 günlük məzuniyyət götürəcəkdi. Beləliklə beləliklə biz qərara gəldik. Daha doğrusu danışdıq. Qubada olacaqdı. Çünki nişanlım Qubalıdır. Qubada asan xidmətdə olacaqdı. Oradan razılaşdıq ki, belə-belə biz gələ bilmirik. Tamam dedilər, gəlin sənədlərinizi həmin gün qeydiyyata alarıq dedilər. Biz də okey dedik. Gəldi ayın 29-u. Mən əvvəlcədən Bakıdan ağ bir dənə don aldım. İndi şəkillərini bu tərəflərə qoyaram. İlk və son vəziyyətimiz deyə. Qəşəng ağdan aldım. Əslində həmin gün hər şey tərsli idi elə bir. Mən salonda bəzənməyə fikirləşmirdim. Özüm bəzənməyə fikirləşirdim. Çünki cəmaət, yəni ümumiyyətlə salonda bəzəyəndə məni pis bəzəyirlər. Mən belə bol makyaj sevmirəm. Mənim özümə də yaraşmır. Məndə full makyaj edirlər. Elə bir nə kraska zad vururlar özümə. Özümə eləyəcəkdim. Amma səhər-səhər durdum. Saçımı vurdum. Fenim yaxşı deyildi deyəsəm. Saçım oldu pırpız. Mən də pis oldum. Başladım ağlamağa. Ay Allah, eləyə bilmirəm. Filan zad. Mirağa dedik, gəl səni aparım. Burada saç ustası var. Baldızım da orada bəzənmişdi. Ora getdim. Sən demə, bu həmin şəxs mənim klinikada işlədiyim klinikamızın salonunda var. Həmin salonda işləyən xanımdır. Rastlaşdıq orada. Qubalı idi o. Daha sonra qəşəng bəzədi məni. Mən çox bəyəndim. Həqiqətən çox qəşəng bəzəmişdi. Məni sadə idim və saçım da çox qəşəng idi. Əslində nikah səhər-səhər 11-12 arası olacaqdı. Sonradan 1 saat artırdılar. Mirağa istədi ki 1 saat, daha doğrusu getdi danışdı, 1 saat gec elədilər. Qəşəngcə bəzəndim, düzəndim, paltarımı geyindim, çıxdıq evdə. Mənə də heç kim demir, tələsik çıxdıq özdə. Mənə də heç kim demir ki, bir adam demir ki, kimliyini götür, şəxsiyyət vəsiqəni götür. Mən eləcə getdik, şəxsiyyət vəsiqəsi yoxdur. Təzədən MyGov-dan çıxartdı. MyGov-dan çıxardana kimi bizim növbəmiz iptal oldu. Təzədən növbə götürmək istəyirik, növbə yoxdur. Bu arada gedərkən tortumuzu da götürdük. Çünki tortu evə qoyacaqdıq və gedəcəkdik Nabrana dəniz qırağında çəkilişə. Ondan sonra qayıdacaqdıq Qusara yemək yeməyə, restorana. Kimlik yoxdur, eləcə MyGov-dan çıxartdıq.
güclə gücə bir növbə tapdıq. Növbə də 1 saat sonra idi. Həmin Asan Xidmət tərəfdə restoran vardı. Orada oturduq. Onlar çay içdilər. Mən heç nə içmədim ki, qarnım çıxacaq. Bilin baxalım nə oldu. Mirağa bəy mənə çay içəndə çayı üstümə damcılatdı və donum ağ don oldu sarı ləkə. Əsəbləşmirik. Nəysə, fotoqraf dedi ki, mən onsuz da onu şey eləyəcəm, görsənməyəcək. Dedim, yaxşı. Getdik. Nigahı qıyanda qadın gəldi. Mən səhv yerə imza atdım. Təzən qadın başqa vərəq yenə çıxartdı, getdi. Təzən bir də nigah qıydı. Heç nə, şəkil çəkdi, belə elə tortu götürdük, getdik. Maşına minək ki, tortu evə qoyacaq. Həm də hava soyuq idi və yağışlı idi. Baldızım da üşürdü, onda paltar götürəcəkdik. Artıq baldızım gelin evinə gedəcəkdik. Baldızım gelin evinə cəmi 100 metr falan qalmışdı. Yolumuza bir dənə maşın çıxdı. Yəni biz ana yoldayıq, ana yolda gedirik və kənarlardan da yollar var. Bu kənardan gələn normalda gözləməlidir. Gözləmədə promoy qabağımıza çıxdı. Biz onun qapılarına girdik belə. Perpendikular şəkildə belə bu şəkildə girdik. Mən olayın fərqində deyiləm. Sadəcə bir dənə bərk səs eşitdim, vəsiyo. Və də gördüm ki, mən artıq oturacağın arxasında yerə yıxılmışam. Mənim ayağım əzildi, baldızımın qaşı yarıldı, nişanlımın üzü, dizi və baldızımın əri maşını sürürdü. Onun da bu hissəsi rola dəymişdi. Ümumiyyətlə belə travma aldıq. Ambulans gəldi. Ambulansla bərabər getdik xəstəxanaya. Həmin şəxs maşın qabağımıza çıxan maşın türk imiş. Nə bilim, dedilər ki, yolu bilmir. Yəni onun günahı idi. Yəni bizim günümüz məhv oldu. Günümüz məhv yanaşı bizim zədələr aldıq, travmalar aldıq. Mənim ayağım hələ də yəni zədəlidir, tam sağalmayıb. Baldızımın qaşı yarılıb, dikiş qoyulub, izi qalıb. Yəni bunları necə telafi edəcəksən məsələn? Unudulmaz bir gün. Normalda deyirlər ki, evləndiyin günü unutmazsan, biz heç cürə unuda bilmərik. Daha sonra makyajımı elədim. Burada artıq makyajımı bitirirəm. Sizi yormaq istəmədim. Bütün makyaj, yəni full makyajın videosu ilə sonunu göstərirəm sizə. Belə dodaq boyası çəkdim və hazır idim. Hazırlaşdım bu şəkildə. Belə bir makyajımı etdim və yola çıxdım. Bizdə kəndin içindən avtobus işləmir və yola çıxdım. Buradan avtobus işləyir. Oradan belə Gəncəyə gedəcəm. Gəncə mola gedəcəm. O şəkildə. Biraz zəhizli bir şey almaq istəyirəm və kargolarım var trend yolda. Onları götürəcəm. Mənzərəmiz çox qəşəngdir. Baxın, yəni burada dəmir yoludur. Qatar keçir buradan, qəşəng. Çox qəşəngdir. Belə. İndi avtobus gözləyirəm. Bu yağ bu tokaları çox qəşəngdir. Bəyəndim, amma qiyməti hansıdır bilmirəm. Bu arxadakılar da qəşəngdir. Güldüz çiçəklər. Bunlar çox qəşəngdir. Şeylər də var. Bu arada Sinzəyə gəlmişəm. Çox tatlıdır. Amma mən sadə bir şeylər istəyirəm. Çünki evimiz çox qarışıqdır. Ona görə sadə bir şeylər lazımdır. Bu şəkildə. Belə bir şey də var. Zaten istəyirəm, amma bircə dənə qalıb və qırıqdır. Məndə də evdə var. O da qırılıb yolda gələndə. Belə tipi də var. Amma bunu bəyənmədim. Sadədir. Qəşəngdir. Mən belə bir şey də istəyirəm. İki kreslo arasına qoymalıq. Amma bu məncə sadə bir şeydir. Həm də kayuçuka oxşur. Taxtadan bir şeylər istəyirəm. Belə şeylər də var.
Altta belə şeylər də var. Kolleksiya üçün yığa biləcəyiniz şeylər. Bu yastığa baxın, çox şirindir və cəmi 4.99-a düşüb. Çox şirindir. Çox qəşəngdir. Yastığa baxın. Çox şirindir. Çox tatlı. Eləmək üçün geyim istəyirəm. Amma tapa bilmirəm. Burada da qəşəngləri yoxdur. Belə. Kodlar var, dəri. Yəni qiyməti məncə çox yaxşıdır. Cəm 70 manatdır. Bu da çox qəşəngdir, keyfiyyətli bir şey oxşur. Almaq istəsəz yəni. Buradan çox bir şeylər tapa bilmədim. Ona görə Gəncə Mola gedəcəm. Orada New Yorker'də idman geyim almaq istəyirəm. Tapsam oradan alacağım. Gedək. Go. Gedirəm çünki Podstayla açılmamışdı, daha doğrusu Starbucks. Ona görə Gəncə Mola gedirəm. Qaydacam geri. Açılanda saat 2-də açılacaq. Oradan götürəcəm, sonra avtobusa və evə. Çox istidir hava. Baxın, mən yolun düzünə gəlmişəm, yəni bildiyiniz yol. Bura haradır? Yəni naviqasiya məni bura gətirib ki, bura Gəncəm oldu. Yəni həyatımda bu qədər bərbad işləyən bir naviqasiya görməmişəm. Normalda Bakıdan yəni düzgün şəkildə hara istəyirsə aparır. Amma bu Gəncədə niyə belədir? Bura haradır məsələn, yəni? Naviqasiyalıq bir şey deyil. Onlar ünvanı səhv qoyub. Çünki ünvan buranı göstərir. Burada heç nə yoxdur axı. Bərbad, istidən də ölürəm. Yəni, bugün çox bərbad keçir. Gəncə Mola gəldim. İndi belə bu şəkildə göstərəcəm sizə nə götürdüm. New York'dəyəm. Baxa. İdman eləmək istəyirəm. Ona görə bu cür dəstlərə baxdım və bir də ki şortiklərə. Bunları geyinəcəm indi. Görək necə olur. Daha yeni çatdım. Amma yenə də qapının ağzında qalmışam. Çünki evdə heç kim yoxdur və qapının açarı hardadır bilmirəm. Və belə dostumuz var. Bax. Salam ver. Salam ver ora. Nəysə. Çox yorğunam. Çünki çox yol getdim. Yəni naviqasiya mənə əvvəldə başda yordu. Belə bir şey aldım. Boşqa batlığıdır. Bunu keçən səfərdən görmüşdüm. Yəni çox qəşəngdir. Həm bunu yumaq da olur. Yəni bəziləri var ki, bərk materialdandır. Onu papalyona atmaq olmur, amma bunu atmaq olur. Çox qəşəngdir, rəngi də olsun, çox qəşəngdir. Birini 6 manat aldım, 2 ədəd aldım. Çünki biz 2 nəfərik. Daha sonra New York'da bağlamamız var. Buradan bu şəkildə belə bir idman üçün bir şey aldım. Buna nə deyirlər bilmirəm. Bunu aldım. Bir dənə də həm yubqa, həm şort. Şort ətəkdir, yəni çox qəşəngdir, bəyəndim. Evdə geyinmək olar, biraz qısadır, amma evdə geyinmək olar. Bir dənə də bunu aldım. 170 manatlıq mənim Trendyol bağlamam var. Onu bir yerdə açar. Bu şəkildə Karacadan yataq dəstidir. Bunu 50 manat almışdım. Səhv eləmirəmsə, endirimlə. Bunu açabilsəm. Zübər. Zübərdən indirim kodu veriblər. Kiçik. Bu çox kiçikmiş. Kiçik miselar su, yəni üst təmizləmə suyu. Bir də ki, Elsevin mucizevi kremini almışam, bu ikisini. Bunlar Depures'dəndir. Depures'in salisilik asidi bu şəkildə.
Depures'in C vitamini ve Depures'in nemlendirici kremi bu şekilde. Oydu. Ha, bu lip oil'dı. Səhv eləmirəm. Lip gloss'du, lip gloss, şəffaf renk. Bu ise bum batırın 7 yağ içeren saç bum batırı, yəni saç yağıdır. Bunu həm duşdan əvvəl də istifadə edə bilərsiniz, duşdan sonra da istifadə edə bilərsiniz. Bu şəkildə. The Best Factory deyilən bir marka var, bilmirəm bilirsiniz ya yox. Onun belə seti var idi. Bu bədən losyonudur bu şəkildə. Deliberate versiyasıdır. Yəni Libre parfümünü tanıyırsınız. Onun qoxusuna uyğundur. Belə bədən losyonudur. Bu şəkildə bədən skrapıdır. Duş yumaceli çox qəşəng qoxur. Qoxusu tavıra qədər gəlir. Və bədən spreydir. Bu şəkildə. Qoxusu çox qəşəngdir. 2 ədəd də test qoyublar. Sweet vanilyanın duş jeli və sweet vanilyanın bədən losyonu. Bu şəkildə. Bye.